sosial şəbəkələrdən istifadə edərək, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparılır. Və bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbərlik edən şəxslər əyri yola gedirlər, mütləq məlumat verin. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Cənab Prezident, siz cəmaatla məsələnirsiniz. Buradan deyirsiniz ki, qarayaxma kampanyaları başlayıb, məmurların hərəkətindən onları qaralayırlar. Buradan da deyirsiniz ki, bizə siqnal verin, biz korrupsiyanı aradan götürək. Bax, bütün günü mən nə müxalifətçiyəm, nə iktidarçıyam. Adi bir Azərbaycan vətəndaşıyam ki, Azərbaycana gəlməkdən imtina edirəm. Çünki Azərbaycanda həqiqətən də özbaşınalıq baş alıb gedir. Məni Azərbaycandan irgəndirən məmurlardan şikayət edirəm. Siz, məsələn, bu qədər sizə məktub yazdıq. 16-cı ildən bura hər gün sizə məktub yazırdım. Axır bu 2 ili yazmıram. Hər dəfə sizə məktub yazdıq, problemləri dedik. Xeyri yoxdur, məktub gəlib sizə ulaşmır. Biz məktubların cavabını görməmişik. Deyirsiniz necədir, Cənab Prezident? Deyirsiniz qarayaxma. Azərbaycanda, yenə deyirəm, mən o söyüşün əleyhiniyəm, təhqirin əleyhiniyəm. Mən heç xoşlamıram çox vaxtda ki, görəndə ki, mənim hər hansı bir yazının altında belə nalayıq söyüş var, kiməsə qarşı. Sağ olsunlar ki, yenə mənə qarşı yoxdur, kiməsə qarşı. Mən onu silirəm. Millətimdən də xahiş edirəm ki, söyüş söyülməsin, çünki bu analar, bacılar baxır buna. O yüzden deyirəm ki, deyirsiniz bu tərəfdən deyirsiniz ki, qarayaxma kampaniyası, bu tərəfdən də deyirsiniz mənə xəbər çatdır. Necə çatdıraq, Cənab Prezident? Biz sizə çatdıracaq, deyəcəksiniz ki, qara yaxırsan. Və bunun qarşısında adama başqa söz demək olur. Siz ətrafınıza baxın, yanınızda 2 qat əyilənlərə baxın. Ondan sonra görün ki, əgər bunun bir zibili yoxdursa, yanında niyə əyilməlidir? Əgər bunun bir qorxusu yoxdursa, yanında niyə əyilməlidir? İçəri girəndə niyə 2 qat olmalıdır? Revmatizması niyə tutmalıdır? Bunlara bax da. Mən niyə görə sizi görəndə əyilməliyəm? Sizdən aslıyam ki, əyiləm. Həmçinin Azərbaycan xalqı. Siz çalışın, sizə hörmət eləsinlər, Cənab Prezident, qorxmasınlar. Mən də ona görə deyirəm ki, mən şəxsən Azərbaycandan imtina eləyirəm. Vətəndaşlığımdan yox. Axır əvvəl kimsə gələcəkdə yəqin ki, normal bir adam olacaq. Ya da ki, siz öz səhvinizi başa düşəcəksiniz, Cənab Prezident. Allahdan bir arzum var. Allah sizin gözünüzü açsın. Yanınızdakiləri görəsiniz ki, yanınızdakiler sizdən necə istifadə edir. Milləti nə günə qoyub. Ayrı heç nə istəmirəm həyatda.